uşağının atasıdır. Sizin yoldaşınız burada çox ağır ittihamlar irəli sürür. Deyir ki, sizin övladınız sizdən soruşur ki, ay ata bu nədir? Siz də deyirsiniz ki, kızım bu atanın baş ağrı dərmanı. Mən sizi bu studiyada görmək istəyirəm. Elnarə, bəs o Mən sizi bu studiyada görmək istəyirəm. Gəlirsiniz Gəlmişəm sizə gözləm otağınıza. O nömrən də var. Hə, o var. Atam göndəriblər ki, sizinlə əlaqə saxlayım. Qalmışam qonşunun evində. Qonşu mənə telefon vermir. Atama zəng eləmişəm, qardaşım göndərib ki, bacı bizimlə əlaqədə ol ki, görək sənin haqq hesabın necədir. Mən rağ olsun, pis işim zadım da yoxdur oradadır. Bəs niyə yanlarına çağırmırlar, deyirlər qonşunun evində qal? Necə? Niyə öz evlərinə çağırmırlar? Kim? Ailəniz. Çağırır, çağırmağa. Niyə çağırmır ki? Atam heç vaxt mənə atmaz, ömür boyda. Bəs niyə Gəl ki, getmirsiniz? mən burada belə bura qaçmışam, bura gəlmişəm. Yox, Gedim ata yanında qonşunun niyə? evində qalmaqdansa atanızın evində niyə Gəldim ki, qalmırsınız? mənə kömək eləyin. Qonşusunun evində Elnarə xanım qalmaqdansa... Qəşəng dedi, deyir gedim atamın yanında neyiniyim, gəlmişəm Zarun yanına da. Yox da mən uşağım, mən çöldə qalmışam, mən neyiniyim? O bitirdi fikrini, dedi, gəlmişəm bura ki, mənə Mikrofon səs gəlir. Görünür ki, valideynindən... Gəlir, Hamlet. Zal müəllim, gözünün gözünün görə bil... Zal müəllim, onu yalan danışır, o qonşuya qaçmaq, o 2 gün evdə qalıb dalaşan günün... Yox, bir gün qalmışam, dalaşan atamın canı günüsü. Danışsın da o. Özdə o Desin, telefonu, deyəcəm. onu içəri girəndə, yazışmasını onun tutanda, o telefonu əlimdən aldım mən, dedim onun kodunu deyək, qayıtdım, anamın otağına girdim. Və üstümə nətər sıradısa, anamın kravatına yıxıldım mən. O üstümdə idi. Qadın səni necə şəraitdir, Allah gör hamd da. olsun. Altdan nətər yox. fırlandımsa, bax onu özü yaxşı bilir. Mən yalan danışan insan deyiləm.